Salam dostlar, necəsiniz? Yaxşısınız? Nə edirsiniz? İnşallah yaxşı olursunuz. Bugün 18 ildən sonra yeni video gəlir, bəli. Zarafat edirəm. Bir neçə aydır deməsin, bir aydır video atmıram. Bunun səbəbi var. Çünki bəzi şeylərə görə vaxtım olmadı demək olar. Video atmıram. İndi isə bugün sual-cavab part 2-yi çəkirik. Suçka dəyişib. Sual-cavab part 2-yi çəkirik. Bu dəfə sualları nə izləyicilər verir, nə özümdən qururam. Bu dəfə sualları ChatGPT verir, bəli. Da deyəcəksiniz, ChatGPT özündən demək ki, Yusuf görməsə suallar verim. Mən ChatGPT-yə dedim ki, mən üçün suallar hazırla, video çəkəcəm bugün. Bu da 10 dənə sual hazırla. Demək olar 20-dən hazırlamışdım, mən onu oxuyacağım indi və cavablandıracağım. Qəşəng suallar yazıb, məntiqli suallardır. Hazırsınızsa, geçək videomuza, geçdik. Dostlarım, birinci sualımız yazıb YouTube'a başlamanın səbəbi nədir? Mənim YouTube'a başlamamın səbəbi odur ki, bəzi YouTuberlara baxdım Azərbaycanda, Elmir Necəfov, məsələn Mirim Eriyev, bəzi çoxlu YouTuber var da. O üçün bunlara baxdım, həvəsləndim, mən də oldum. O özüm bilmirəm. Həvəsləndim, oldum. Dedim mən də çəkim. Mən də çəkim, dedim niyə olmasın. Getdim çəkdim də. Belə. Getdim çəkdim də o üçün. O üçün səbəb budur. Siz də like atsınız, yaxşı olur. Maskam dəyişib var idi. Opsi maska. İlk videonu çəkəndə nə hiss etdim? Mən ilk videonu çəkəndə heç bir şey eləmədim. Çünki mən əvvəllər video çəkmişəm. Yəni mən 3 dənə kanalım, 3-ü də banlanıbdı. Banlandığına görə əvvəllər video çəkdiyimə görə, yəni çox da utanc verici olmadı. Yəni ilk videomu görə bilərsiniz, sual-cavab part 1-i. Yəni çox utanc verici olmadı, yəni normal getdim çəkdim. Gündəlik həyatda səni ən çox nə yorur? Mən gündəlik həyatda məktəbə gəl, yəni o mənə yorur. Ona görə çox yoruluram. Məni yoran bir də budur, oşum. Məktəbə gəl. Ona başqa heç nə yormur mənə. Video çəkməyin ən çətin tərəfi nədir? Video çəkməyin ən çətin tərəfi, videonu çəkirsən, bunda asan şey yoxdur. Sadəcə onu editdə elə vaxt gedir. Yəni bunu siz 15 dəqiqə video çəkirəm, siz bunu 5 dəqiqə, 6 dəqiqə falan izləyəcəksiniz. Yəni ona çox farq edir. Bu əməyimə görə mənə abunə olsanız və like atsanız sevinərəm. Heç videonu silmək istədiyin olub, bəli olub. Elə olub. Çünki baxmışam videoda deyirəm, mal kimdir olar, mal oxşayıram, oşum. Ağzımdan bəzi sözlər çıxıb deyə silindiyim olub. Yəni YouTube audiosu götürməzdə onu. İzləyicilərin bilmədiyi bir xüsusiyyətin nədir? Mənim sünnətlər, mən Spidermanam, belə ox ata biləm də, yəni. Elə xüsusiyyətim var. Mən də bir insanam sizin kimi. Yəni xüsusiyyətim yoxdur. Əslində xüsusiyyətim var ha. Yəni çəkirəm də YouTube çəkmək xüsusiyyətim var. Yəni nətər deyim? Elə xüsusiyyətim yoxdur. İzləyicilərin bilmədiyi bir bu dedi. Gələcəkdə kanalını necə görürsən? Mən gələcəkdə kanalımı belə görürəm. Gələcəkdə kanalımı siz daha görürəm. Gələcəkdə kanalım inşallah. Gələcəkdə kanalım 100 bin abunə olar inşallah. Elə görürəm mən gələcəkdə kanalımı. Yəni gələcəkdə mən kanalımı 100 bin abunə kimi görürəm. Yəni hər bir YouTuber'ın istəyidir də bu. Bir gün YouTube olmasa nə edərdin? Allah iraq eləsin. Allah iraq eləsin. Heç bir şey eləməzdin. YouTube olmasa nə eləməzdin? Yəni bu çox abartısı sualdır. Qardaşım, Instagram var, Facebook var, TikTok var. Yəni bu qədər şey var ki, YouTube olmasa, bir günlük olmasa, yəni bir il zadı olmasa, delirirəm, başım xarab olar. Yəni fikirləşkən bir il video atmıram. İzləyicilərin də mən söyür. Geçək öpsü suala. Öz videolarını izləyəndə nə düşünürsən? Deyirəm ki, bu mal kimdir görəsən? Bu mal kimi belə mal kimi baxır, ağzına da maska vurub, oy belə. Maska vurub, kefka qoyub başına gəlib video çəkirdi, yəni belə fikirləşdim. Təbii ki də belə fikirləşmirəm, yəni zarafat edirəm, bir dəfə də zarafat qəbul edin. Mən belə fikirləşmirəm, normal baxıram, videonu çəkdim, baxmalıyam da, mən öz-özümə baxmayayım. Aynada adam özünə baxmır, yəni nə məntiqdir bu, Belə, Nə yazıb? Axırıncı sual, belə. Axırıncı sual olmasaydı yaxşı olardı. Yazıb izləyicilərə nə demək, İzləyicilərə demək istədiyim bir söz. İzləyicilərə demək istədiyim bir söz. Deyəcəksiniz, bu özündən uydurdu. Allah haqqı yazıb. Yəni, vallahi yazıb. Yəni, onu oxuyuram. İzləyicilərə demək istədiyim bir söz odur ki, burada bir də like görürsünüz. Yəni, hesablayayım. Burada bir də like görürsünüz.
Like'a basıb abunə olursunuz. Bir də bildirim zilini açırsınız bu daha. Bildirim zilini açın ki videoların bildirim sizə gəlsin. Bir də like atın ki kanal böyüsün. Yəni abunə də olun. Sağ olun, salamat qalın. Vızqırdım. Tərəf ediləm. Hələ indi bir dəqiqə suallar bitdi. Yəni bu qədər 10 dənə sual idi. Yəni 10 dənə belə sual. Bitdi deyə bir şey eləyəcəyik. Nə vaxtdan da sizlə görüşmürəm. Bu arada sizlərlə bir də söz soruşum. Hər 5-ci gün video gələcək. 5-ci gün, 6-cı gün. Bu 2 gün video gələcək. Yəni digər günlər məktəb olduğuna görə, yəni neçə sual idi gözə. Həm gündəlik həyatda səndən çox nə yorur? Bu suala görə məktəb yorur məni. Ona görə də məktəb yorduğuna görə də 1, 2, 3, 4 çəkənmirəm. 5, 6 çəkirəm videonu. 7-ci gündə heç çəkənmirəm. Çünki 7-ci gün heç vaxtım olmur. Yəni dərs eləyirəm. 1-ci gündə məktəbdə olacam. Amma tətil gələcək. Yəni məktəblilərin tətili olacaq. 1-ci yarım il qurtarırıq. Buradan məktəblilərə əl açı olun. Gedin oturun evinizdə. Buradan hamıya səslənirəm ki, yaxşı oxuyun. Mən kimi alçaq olmayın. Buradan izləyicilərə səslənirəm ki, yəni məktəblilərə də dərslərinizi yaxşı oxuyun. Gedin əl açı olun. Burada ki 7-ci gün çəkənmirəm, amma tətildə çəkəcəm. Söz verirəm. Babalar sözünü tutar. Sözünü tutar. Hasımlar lafını yutar. Bizimle oynamak. Ya salamat. Bu nədir ola? Bu nə sıfatdır ola? Goodbye til. Nə goodbye? Allah ki şeylə danışan. Ruska bu günlük mənlə oldu. Deməyim ki Yusif. Ruskan getdi pırta. Hərci getdi pırta. Yaxşı salamat qalın. Əl çəkmirəm sizdən.